Gəlin diqqət edək sualımızın şərtinə. Yazın ki, aşağıdakı xəritədə New-York şəhərindən Kobe şəhərinə gedən bir gəminin səyahət marşrutunu görürsünüz. Bunu nəzərə alaraq gəminin səyahət boyunca keçəcəyi boğaz, körfəz və dənizlərin ardıcılığını müəyyən edin. Təbii ki, burada biz xəritə üzərində zaten görürük. New-York şəhərindən, yəni Amerikanın, deməli, Amerika Birləşmiş Ştatlarının şəhərindən Yaponiyanın Kobe şəhərinə olan bir məsafə marşrut xətti görürsünüz. Yəni görək, biz bu dəniz yolunu keçərkən hansı sözlərdə keçəcəyik. Diqqət edək, deməli, ardıcıllıq təbii ki, önəmlidir. Burada birinci A variantında Malakka boğazı ilə başlayır, sonra Ədən körfəzinə keçir. Burada təbii ki, Malakka boğazı bu istiqamətdə, Ədən isə bu istiqamətdə. Yəni sıralama düzgün getmir, onun üçün A-nı çıxırıq. B variantına baxırıq. Birinci gəlir Qırmızı dəniz, daha sonra Cənubi Çin dənizi, daha sonra Malakka boğazı. Burada uyğunsuzluq var, çünki deməli Cənubi Çin dənizindən sonra geri qayıdarkən Malakka boğazından istifadə edə bilərik. Biz isə o istiqamətdə getmək istəyirik. Onun üçün B variantı düzgün deyil. C variantına baxsaq, deməli Cəbal Tarix boğazından istifadə edirik. Göstərir. Sonra gəlir deməli Aralıq dənizinə bu uyğundur. Sonra 6 Cənubi Çin dəqiqə 4 Aralıq dənizi, sonra gəlir Qırmızı dəniz, sonra gəlir deməli Bab-el-Məndəb boğazı, sonra gəlir Ədən körfəzi, sonra Malakka boğazı və Cənubi Çin dənizi. Yəni xəritə üzərində diqqət yetirək buna, yəni versiyanızda olacaq yəni ki, deməli 3 Cəbal Tarix boğazını istiqamətdə görürsünüz. Sonra gəlir deməli Aralıq dənizi bu istiqamətdə daxil olur. Sonra buradan gəlir deməli Qırmızı dənizə keçid edirik. Qırmızı dənizdən sonra gəlir deməli Bab-el-Məndəb boğazı və sonra gəlir Ədən körfəzi. Ədən körfəzindən də keçirik deməli Malakka boğazından bu istiqamətdə. Və sonrası ən sonda isə gələcək doğrucaq deməli Cənubi Çin dənizi. Cənubi Çin dənizindən də yuxarı istiqamətdə, şimal istiqamətdə biz gedib çatırıq Kobe şəhərinə. Digər versiyalara baxsaq, doğrucaq C variantı. Digər versiyalara baxsaq, deməli Cəbal Tarix boğazından sonra Aralıq dənizi verib, sonra gəlibdir Bab-el-Məndəb boğazı, daha sonra Qırmızı dəniz. Bu yəni yeri yanlış etdi, ona görə bu doğrucaq deyil. Sonra E variantında deməli 4 ilə başlayıbdır Aralıq dənizi ilə. Aralıq dənizindən sonra Cəbal Tarix boğazını veribdir. Halbuki belə deyil, yəni çünki sıralama belədir ki, birimiz gəmi daxil olur Cəbal Tarix boğazına, daha sonra keçib Aralıq dənizinə. Onun üçün doğru cavabımız olur C variantı.